الحمد لله كاشف الضر والبلوى وفارج الكربات ومجيب الدعوات في اللحظات إذا صدق النيات في التضرع والقربى. أحمده سبحانه لا يحمد غيره في الضراء والسراء، لا مانع لما أعطى ولا معطي لما منع، لولا هادي لمن ضل ولا مضل لمن هدي. وأشهد أن لا إله إلا الله وحده لا شريك له، المطلع على مكنون الضمائر وما يخفى. وأشهد أن محمدًا عبده ورسوله، أفضل من تعبد ودعا، وأصدق من تضرع إليه والتجأ إليه في البلوى، صلى الله عليه وعلى آله وأصحابه ومن دعا بدعوته واهتدى وسلم تسليما. أما بعد، اتقوا الله تعالى واعتصموا به، ومن يعتصم بالله faqad hudiye ila sırat-ı müstakim. Aziz değerli Müslümanlar, hürmetli kardeşler, ilk növbədə Allah'tan qorxmağı tövsiyə edirəm. Qorxun Rəbbinizdən və tutunun onun ipindən. Kim Allah'ın ipindən möhkəm tutunarsa doğru yola hidayət olunar. Və sonra bil ki, ən xeyirli məqamlardan biri, ən xeyirli mövqe mömin üçün bu dünyada Rəbbi ilə daima onu bağlayacaq əməllərlə, sözlərlə məşğul olmasıdır. O mövqe ki, bağlayacaq onu Rəbbinə, gücləndirəcək onun bağlılığını, o mövqe ki, onu ixlaslı edəcək Rəbbi üçün, yaşadacaq onu Peyğəmbərinin gətirdiyi üzərində, bu yolda can ataraq, səy göstərərək və o əzəmətli məqamlardan, hansı ki mömin üçün imanının artımıdır, Müslümanın hidayətinin artmasıdır, əqidəsinin güclənməsidir, Rəbbi ilə bağlılığının möhkəmliyidir, Allaha sığınmaqdır, Allaha yönəlməkdir, ona pənah aparmaqdır, Allaha yalvarmaq, ona sığınmaq hər bir işdə mömin üçün vacibdir. Ona nazil olan hər bir çətinlikdə, hər bir müsibətdə, hər bir fəlakətdə, faciədə, hər bir dərddə sığınırsa Rəbbinə, sığına bilirsə ona, bu onun imanının əlamətidir, imanının nişanəsidir, ihsanının dərəcəsidir, dəlildir ki, qəlbi yaşayır, diridir, dəlildir ki, köksü, sinəsi salamatdır. Ona görə də təvəssül etmək, Allah Teala'ya onun sifətləri ilə təvəkkül etmək, Allah Teala'ya yalvarmaq, Allah Teala'ya ad və sifətləri ilə o bir fitrətdir. Hansı ki Allah Teala yerləşdirib o fitrəti insanların daxilinə və Allahın xəlq etdiyi dəyişdirilməz. Elə bir məxluq yoxdur ki, ona bir çətinlik üz verdikdə, bir müsibət nazil olduqda, nəfsində, daxilində onu birbaşa, vasitəsiz Allaha yönəldən bir qüvvə olmasın. Rəbbindən nicat istəsin, ondan şəfa diləsin. Bu onun fitrətindədir. Vasitə axtarmır, birbaşa Rəbbinə yönəlir. Bizdən əvvəlki ümmətlərdən elə bir ümmət olmayıb ki, başına gələn hər hansı bir fəlakətdə, müsibətdə xaliqinə yönəlməsin. Onu yoxdan var edənə pənah aparmasın,
ondan kömək, mədəd istəyib, bu bədbəxtliyin ondan qalxmasını diləməsin. وَاِنْ يَمْسَسْكَ اللّٰهُ بِدُرٍّ فَلَا كَاشِفَ لَهُ إِلَّا هُوَ وَاِنْ يُرِدْكَ بِخَيْرٍ فَلَا رَادَّ لِفَضْلِهِ يُصِيبُ بِهِ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ وَهُوَ الْغَفُورُ الرَّحِيمُ. Əgər Allah sənə bir zərər toxundursa, bunu ondan başqa heç kim aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs onun lütfünün qarşısını ala bilməz. O bunu öz qullarından istədiyinə verər. O bağışlayandır, rəhimlidir. Ona görə sığınmaq, Allah Taalaya xüsusən də çətinlikdə, sıxıntıda, eləcə də rahatlıqda, qulun başına gələn hər bir pislikdə, hər bir sınaqda, bu Allahın qullarından, salihlərin, peyğəmbərlərin vərdişidir. Elə bir peyğəmbər olmayıb ki, başına gələn hər hansı bir zərərə görə, müsibətə görə Rəbbinə sığınmasın, ona dua edib, ona yalvarmasın, hökmüdarların hökmüdarından, kainatın xaliqindən, idarə edənindən kömək diləməsin. Və Allah Taala da qaldırıb bunu ilə, bu müsibəti, onun bu yalvarışı ilə, sığınması ilə müsibəti aradan qaldırıb, dərəcəsini yüksəldib onun, öz lütfü ilə, qayğısı ilə əhatə edib onu. Çünki Allah Taala səxavətlidir, qəddar deyil, ona uzanan əlləri boş qaytarmaz, ona dua edənləri cavabsız qoymaz, ona sığınanları ümidsiz qoymaz, ümidlərini puç etməz. وَقَالَ رَبُّكُمُ دُعُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ ibadeti سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ. Rabbiniz dedi ki, mənə dua edin, mən sizə cavab verim. Həqiqətən, mənə ibadət etməyə təkəbbürlük edənlər cəhənnəmə zəlil olaraq girəcək. Peyğəmbərlər, başda Yunus Peyğəmbər, Yusif Peyğəmbər, eləcə də ən böyük müsibətə düçar olmuş Eyyub Peyğəmbər sığınıb Rəbbinə, həmçinin bizim üçün ən böyük nümunə, örnek olan rəhmət, hidayət Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləm imtihan olub növ-növ sınaqlarla, sıxıntıda da, rahatlıqda da, sevincində də, kədərində də bu sınaqlar ondan uzaq olmayıb. Sınanıb, imtihan olunub nəfsində, əhlində, ailəsində, sevdiklərində, istədiklərində, həyat yoldaşında, yaxınlarında, əshabında bir sığınacaq yeri olub, bir yalvarış yeri olub, ondan başqa heç kimə sığınmayıb, hər bir əhvalında, hər bir vaxtında yalnız aləmlərin Rəbbi olan Allaha sığınıb, ona yalvarıb, ona görə o mübarək həyat yoluna baxsan, görərsən ki, Qureyşlə döyüşə çıxanda, Qureyşin ordusunu qarşılamağa çıxanda, baxmayaraq, müsəlmanların sayı az idi. Kafirlər qat-qat üstünüydülər, sayca, qüvvətcə. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm dayandı, sığındı Allah Taalaya, dua edərək, möhtac olanın duası kimi, yalvararaq, yəqin bilərək ki, Allah Taala gizlini də bilir, aşkarı da bilir, zərəri aradan qaldıran, müsibəti aparan odur. Dedi ki, Allahümmə innəkə in tuhlik hədihil isabə lə tu'bədu fil ard. Ey Allahım, ey Rəbbim, əgər bu dəstəni, yəni bu toplumu, müsəlmanlardan olan bu dəstəni həlak etsən, yer üzərində ibadət edən qalmayacaq. Peyğəmbər sallallahu aleyhi və səlləm Rəbbinə yalvarmaqda davam edərək deyirdi ki, Allahım əncizli mə vəəttəni, Allahım mənə vəd verdiyini yerinə yetir. Allahım ətini mə vəəttəni, Allahım mənə vəd verdiyini ver. Əllərini səmaya qaldırır, ridası çiynindən düşür. Əbu Bakır radiyallahu anhu onun kürəyinin arxasından ridasını onun çiyninə qoyaraq deyirdi ki, ya Rasulallah,
Kefâke munâşedeteke rabbik. Ey Allah'ın elçisi, Rabbine yalvarmağın yeter. Fe innehu muncizu leke ma vaadek. O sana verdiği vaadi mütləq yerini yetirəcək. Mənə çox ehtiyac duyuruq Rabbimize sığınmağa, xüsusən də yaşadığımız bu dünyada, bu zamanda, o zaman ki kıyametin saatin əlamətləri yaxındır. O dünya ki əksər ölkələrdə əminamanlıq yox olub, təhlükə çoxalıb, müharibələr tuğyan edir. O zamanda ki nə nəfsi rahatlıq var, nə mərhəmət var, nə şəfqət var. O zamanki fitneler çoxalıb onda növbə-növü ilə, o zamanki şər ayaq açıb yeriyir, sınaqlar, imtihanlar olduqca çoxdur. Düşmənlər növbə-növ məzhəbləri ilə, etiqadları ilə, rəyləri ilə, fikirləri ilə İslam'a, İslam ümmətinə, müsəlmanlara qarşı birləşib ədavət aparır. Ədavət aparır millətə qarşı, dinə qarşı, insanlığa qarşı. İstəyirlər İslamın nişanələrini silsinlər, İslamın kimliyi yox olsun, mədəniyyəti, tarixi silinsin, tikilləri dağılsın, müqəddəslikləri sarsıldılsın, nişanələri, alimləri alçaldılsın. Bu yolda hər güclərini, var qüvvətlərini sərf edirlər. Ona görə nə çox ehtiyac duyuruq, içimizdə olan o zəifliklə yanaşı, o acizliklə yanaşı Rəbbimizə sığınaq, ona yönələk, ona şikayət edək. Zülmün dünyada yayıldığı bir ərəfədə, başta şeytan olmaqla, onun davamçıları olan düşmənləri pusquda durduğu bir vaxtda, kasıblığın, ədavətin, zillətin yayıldığı bir vaxtda, bərəkətin azaldığı, məhrumiyyətin çoxaldığı bir vaxtda, nəfsi, bədəni xəstəliklərin tuğyan etdiyi bir dönəmdə nə çox ehtiyac duyuruq bu rüsvayçılıq, bu acizliyin kölgəsində, bu ağır vəziyyətdə, bu çətin günlərdə Rəbbimizə yalvaraq, ona sığınaq, şikayətimizi ona edək, zəlilliyimizi, ona möhtac olduğumuzu büruzə verək ki, üstümüzdən bu müsibətlər, bu zillət, bu bəlalar aradan qalxsın, düşmənlərin məkri, hiləsi yox olsun. Rəbbimiz lütfi ilə bizi əhatə etsin, bizə müvəffəqiyyət versin, bizə zəfər versin, bizə uğur versin. Yaxınlaşın Allah Taalaya, ona ibadət edərək, çünki onun üçün xəlq edib sizi, onu əmr edib sizə, başda ibadətin ən əzəmətlisi olmaqla, özəyi olmaqla, dua ilə Allah'a sığının, ona yalvarın, sidqlə, səmimi ixlasla ona sığının, ona yalvarın itayətdən, ən güclü səbəbləri sərf etməklə, Allah'ı razı salan ən güclü vasitələrlə sığının Rəbbinizə, yalvarın ona, salih əməlləri işlədərək, Allah'ın nurundan istifadə edərək, savabını Allah'tan umaraq, Allah'ın cavab verəcəyinə ümid edən bir mümin kimi, Allah'ın hər şeye qadir olduğunu dərk edən bir müsəlman kimi, çünki o istəyənlərin, diləyənlərin niyyətini bilir, ona dua edənlərin ehtiyacını eşidir, onun üçün heç nə gizli qalmır. Sığının Allah Taala'ya, ona yalvararaq və qorxun, çəkinin bu işdə kimisə vasitə tutmaqdan, çünki Allah Taala'ya heç kəs ehtiyac yoxdur ki, ona vasitə olsun. Birbaşa Rəbbinə yalvar, ona sığın hər bir bəlada, hər bir müsibətdə, fərq etmir bu bəla malındadırsa, sağlamlığındadırsa, övladındadır və ya fəlakətdir, müsibətdir. Təvəssül et Allah Taala'ya gözəl adları ilə, uca sifətləri ilə, istə ondan möhtac olan bir insan kimi, dünyan üçün istə, dinin üçün istə, müsəlmanlar üçün istə, çağır, dua et onu və bil ki, duana cavab veriləcək. Və çəkin, duanın qəbul olmağına mani olan səbəblərdən, ixlaslı olmamaqdan, sadiq olmamaqdan, Allah'a sığınmaqda, kimisə vasitə qoşmaqdan, çəkin haram yeməkdən,
Çəkin günahlarda ısrar etməkdən, çəkin duanda günahla nəsə istəməkdən, çəkin qohumluq əlaqələrini kəsməkdən, çəkin valideynin üzünə olmaqdan. Seç elə bir vaxt ki, o vaxtda dua rədd olunmur. Duaların qəbul olan vaxtı seç. O fəzilətli vaxtlar hansı ki Allah Teala ona dua edənin duasını rədd etmir. Seç gecənin son üçdə birini, seç Ərəfa gününü, seç Ramazan ayını, seç Cümə gününü, xüsusən də imamın minbərə qalxıb namazı bitirdiyi qədər olan vaxtı, həmçinin əsrdən sonra günəşin battığı qədər olan vaxtı, azan iqamə arası olan vaxt, səcdədəki halını seç, yağışın yağan vaxtını seç, qəlbin yumuşaldığı bir vaxtı seç, qəlbin Allaha möhtac olduğunu hiss etdiyi bir vaxtı seç və çəkin tənbəllikdən, səhlənkarlıqdan, laqeyd olmaqdan. Demək ki, dua etdim, duam qəbul olunmadı, sığındım, mənə sığınacaq verilmədi. İmam Əhməd rəvayət edir, Ənəs ibn Məlik radiyallahu anhudan, deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, lə yəzəlul əbdu bi xeyr, mə ləm yəstəcil. Qul nə qədər ki tələsdirmir və ya tələsmir, xeyr içərisində olacaq. Qilə və keyfə yəstəcil. Dedilər ki, necə tələsir, necə tələsdirir? Dedi ki, sallallahu aleyhi və səlləm, yəqulu dəavtu fələm yüstəcəbə li. Deyir ki, dua etdim, lakin mənə cavab verilmədi. Allah Teala bizi ona səmimi dua edənlərdən etsin. Dualarımız qəbul olan bəndələrdən etsin. Bizi səmimi ixlasla tövbə edənlərdən et ey Rəbbim. Allahım, kədərimizi, qəmmimizi, qüssəmizi, müsibətləri üzərimizdən qaldır. Aşkarda və gizlində nə fitlələr varsa bizi və İslam ümmətini ondan qoru. Allahım, İslam və müsəlmanları izzətli et. Xəstələrinə şəfa ver, zəiflərinə yardım et, azlarını doyur. Onları İslamla ucalt, İslamla izzətlənir. İslamın, müsəlmanların düşmənlərini məhv et. Bu ölkəni, digər müsəlman torpaqlarını təhlükəsiz, rahat, bərəkətli əmin-aman et. Ölkəmizi xətadan, bəladan qoru. Bizi eşidib faydalardan et. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və li səiril musliminə min kulli dəm fəstəğfiruhu innəhu vəl-ğafurrahim. Elhamdülillahi Rabbil ələmin. والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه وسلم تسليما كثيرا. عباد الله، إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون وأقيموا الصلاة.